Fəza fiqurları. Qulaq as. Fəza fiqurları nədir? Fəzanı bir müstəvi üzərində, məsələn, biri var müstəvi fiqurlar. Keçmişdik bucaq. Nə? Bucaq. 3 bucaq. 4 bucaqlılar. Çox bucaqlılar. Bunlar bir müstəvi üzərində olan fiqurlar idi. Yəni bu fiqurlar bir müstəvi üzərində yerləşirdi hamısı. Bütün xətti ölçüləri. Bu fiqurlarda 2 ölçü var idi. 2 ölçü. En uzunluq. Hə, deyə bilərsən ki, müəllim, 3 bucaqda en uzunluq nə əlaqə? 3 bucaqda da 2 ölçü var. Bir beləsi, bir də belə. Başa düşdük. Bu fiqurlarda 2 ölçü var idi. Amma indi keçəcəyimiz fiqurlarda 3-cü bir ölçü var. Mən buna hündürlük deyim, sən bunu qalınlıq kimi fikirləş. Başa düşdük. Müstəvi fiqurlarını bir müstəvinin üzərinə qoyanda, müstəvi fiqurların bir müstəvinin üzərinə qoyanda tamamilə yapışır. Yəni bunu bu müstəvi fiqurun buradan qopartmaq mümkün deyil. O ancaq bir müstəvinin üzərində var. Başa düşdük. Biri də var fəza fiqurları. Fəza fiqurları bir neçə müstəvidə yerləşən fiqurlardır. Yəni boşluqda yerləşən fiqurlardır. Başa düşdük. Qabarıq şəkildə, məsələn, ən sadəsi 5-ci sinifdə keçdiyimiz düzbucaqlı paralelepiped. Baxın, görürsünüz. Bunun artıq bu bir müstəvi üzərində deyil. Bu bir müstəvi üzərində deyil, aydındır. Sən bunu bir müstəvi üzərinə qoyanda bu formada, qabarıq formada bir dənə üzü yapışır müstəviyə. Bu yapışıb deyək ki, qoyduğum müstəviyə. Yerdə qalan üzləri qalıb boşluqda. 4 dənə yan üzü. 4 dənə yan üzü dediyim baba bu kəllədə, arxada, bir də üzü mənə baxan. Görürsən? 4 dənə. Təsəvvür eləməyə çalışacaqsan. Bir də üst üzü. Görürsən? Bu üstdəki üz. 5 dənə üzü qalır boşluqda. Aydındır. Yəni fəza fiqurları müxtəlif fəzada, boşluqda, müxtəlif müstəvilərin kəsişməsindən yaranan fiqurlardır. Biz hələ ki bu fiqurlardan araşdıracağıq. Əsas ikisinin tam səthi, yan səthi, həcmi, tili, üzü, diaqonal kəsiyi falan. Bir dənəsi də piramidalar araşdıracaq. Başlayıram prizmalardan. Nələrdən? Prizma. Prizma nədir? 6 üssü, 10-cu sinifdə də keçirdim bunu sizə. Əgər dərsə qulaq asıydınız, şəmsiyyəyə keçəndə keçirdim bunu. Siz orada yeni söhbətlərində xırda-xırda. Biz əslində keçirdik bunu. Ətraflı şəkildə üzrə. Yüksək səviyyədə keçmişəm bunu. 6 üssü bərabər çox bucaqlı olur. Bu 4 bucaqlı da ola bilər. 5 bucaqlı da ola bilər, fərqi yoxdur. 1, 2, 3, 4, məsələn 5, 6, aydındır. 6 üssü nə olur? Deyəm, burada fiqur olmalıdır. 6 üssü eyni fiqur. Məsələn, bunu da belə çəkəcəm, alınmayacaq. Elə əlimlə çəkməliyəm. Məsələn, 1, 2, 3, 4, 5, düzgün olmaq məcburiyyətində deyil, ha. Bu da 6. Baxın indi. Bunun qırıq-qırığa ehtiyac yoxdur. Onun üstə düşdü, yaramaz. Mən yaxşı çəkənmədim. Bu formada 6 üssü uşaqlar eyni boyda çoxbucaqlıdan ibarət olur. Aydındır. Yan üzləri hamısı ya paralelogram olur, ya da nə olur? Düzbucaqlı. Aydındır. Nə vaxt paralelogram olur, nə vaxt düzbucaqlı olur? Əgər prizmanın 6 üssü eyni tarazda dayanıbsa bu formada, yan üzləri hamısı düzbucaqlı olur.
Yox, bu formadadırsa buna mail prizma deyirlər. Yəni altı üst eyni boydadır, yenə də sürüşüb. Sürüşübsə olur mail prizma. Başa düşdük? Şeyin fikrim buradadır. Mail prizma, düz prizma. Düz prizmada yan üzlər hamısı düz bucaqlı olur. Mail prizmada isə yan üzər nə olur? Paralelogram olur. Biz əsasən işləyəcəyik düz prizmalarla. Prizmada nələr var? Təpələrinin sayı. Prizma nə ilə adlanır? Məsələn, bu prizma adlanır altıbucaqlı prizma. Aydındır? Altıbucaqlı prizma nədir? Prizmalar oturacağındakı çoxbucaqlının adı ilə adlanır. Bunlar oturacaqdır. Bax bu hissə, bir də bu hissəyə oturacaq deyirlər. Qıraqda qalanlara da yan üzü deyirlər. Prizmalar oturacağındakı fiqurla adlanır. Əgər oturacağı ən azı üçbucaq olur. Yəni iki bucaqlı prizma olmur. Çünki ən azı fiqurumuz üçbucaqdır. Əgər oturacağı üçbucaqdırsa, onda olur nə? Üçbucaqlı prizma. Bu formada üçbucaqlı prizma. Belə. Aydındır? Olur üçbucaqlı prizma. Əgər bu formada dörd bucaqlıdırsa oturacağı olur dörd bucaqlı prizma. Beş bucaqlıdırsa beş bucaqlı prizma. Altı bucaqlıdırsa altı bucaqlı prizma. Başa düşdük? Prizmada var tillər. Nələr var? Tillər. Müstəvi fiqurlarında tərəf var. Fəza fiqurlarında bu til gedir. Müstəvi fiqurlarında təpələri birləşdirən parçalara tərəf deyirdik. Məsələn, üçbucağın üst tərəfi var deyirdik. Düzdür? Prizmalarda bax bu təpələrdir. Təpələr. Təpələri birləşdirən parçalara til deyirlər. Yəni bax 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 imam. Başa düşdük? 12. Aydındır. Neçə dənə tili var bunun? 12 dənə. Amma bu demək deyil, hamısının 12 dənə tili var. Dörd bucaqlı prizmanın 12 dənə tili var. Yəni prizmanın adı olur oturacağındakı çoxbucaqlının adı ilə. Neçə bucaqlıdırsa olur, n dənə bucağı varsa olur n bucaqlı prizma. N bucaqlı prizma. Aydındır. Sonrası qalacaq cihara. Bəli. Dedik ki, təpə nöqtələrinin sayına görə adlanır. Neçə bucaqlıdırsa adı da ondan olur. 3-dürsə 3 bucaqlı prizma, 4-dürsə 4 bucaqlı prizma. İndi bəzilərinin xüsusi adları var, ona gələcək. Təpələrinin sayı, uşaqlar. Neçə bucaqlı prizmadırsa, onun 2 qatı qədər təpə olur. Bax, neçə bucaqlı prizmadır bu? 4 bucaqlı. Neçə dənə təpə var? 4 dənə aşağıda, 4 dənə yuxarıda. 8 dənə, bax. 3 bucaqlı prizmadır. 1, 2, 3 dənə aşağıda, 3 dənə də yuxarıda. Neçə dənə təpə var? 6 dənə. Deməli, təpələrinin sayı bəli, olacaq 2n. Aydındır. Til sayı. Til sayı olacaq uşaqlar 4n. Yox, 3n. 3n. Aydındır. Neçə bucaqlıdırsa, məsələn 4 bucaqlıdırsa 12 dənə. 3 bucaqlıdırsa 9 dənə. 5 bucaqlıdırsa 15 dənə. Til olur. Üzlər. Nə? Üzlər. Üzlərinin sayı. Fəza fiqurları almışdım. Yes. Hara qoymuşam görürsən. Nəsə. Hə. Üzlərinin sayı. Bax. Bu otaq düzbucaqlı paralelepiped formasındadır. Yəni 4 bucaqlı prizma. Neçə dənə üzü var? 1, 2, 3, 4, 5, 6 dənə. 4 dənə yan üzü var. 2 dənə də oturacaq. Başa düşdük. İstənilən prizmanın 2 dənə oturacaq olur. Yan üzlərinin sayı, bax buraya yazsam yan üzlərinin sayı, yan üz sayı. Şuraya tapsın. Yan üzlərinin sayı uşaqlar neçə bucaqlıdırsa o qədər yan üz olur. 4 bucaqlıdırsa 4 dənə, 5 bucaqlıdırsa 5 dənə. Yəni olur n dənə. Üzlərinin sayı olur n plus 2 dənə. Yəni bax 3 bucaqlının 5 dənə tam üzü var. Yəni 5 dənə üzü var hamısı bir yerdə. 2 dənə oturacaq, 3 dənə yan üz. Məsələn 6 bucaqlıda 6 dənə yan üz, 2 dənə oturacaq, 8 dənə üzü var. Başa düşdük. Sonra uşaqlar diaqonal sayı. Bax, diaqonal nədir? Məsələn, 3 bucaqlı prizmada diaqonal yoxdur.
Diagonal bir üzə aid olmayan təpələri birləşdirən parçadır. Bax, fikir verin. Bir üzə aid olmayan. Məsələn, bunun bir üzə aid olmayan təpəsi yoxdur. Məsələn, bu nöqtədən elə təpə yoxdur ki, bu üzə aid olmasın. Məsələn, belə çəksən, o tərəfdəki üzə aiddir ikisi də. Görürsən? Aydındır. Yəni diagonal boşluqla getməlidir. Dördbucaqlı prizmada bəli diagonal var, bax. Bu təpədən bu oturacaqdakı təpəni birləşdirsən içəri ilə təsəvvür eləməyə çalışın. Bax, diagonal. Elə bir ki, o tindən bu tində yerə. Başa düşdük? Bu tindən bu tinə. O içəri ilə görürsüz. Sonra bu tindən buradan bu tinə yerə. O görürsüz belə. Sonra buradan bura yerə. Neçə dənə oldu? 4 dənə. Diagonallarının sayını tapanda n vurulsun n-3 bölək elə n vurulsun n-3. Diagonal kəsiyinin sayıdır o şey 2-yə böləndə. N vurulsun n-3 dənə nə olur uşaqlar? Diagonal olur. Başa düşdük. Məsələn 4 vurulsun 4. Bax 3 bucaqda 3 qoyanda yerinə 3 vuraq 3 minus 3 eləyir 0 dənə. 4 bucaqlıda eləyir 4 dənə. 5 bucaqlıda 5 vurulsun 5 minus 3 10 dənə diagonal olur. Başa düşdük. Bir də var diagonal kəsiyi. Diagonal başqa şeydir. Diagonal kəsiyi başqa şeydir. Diagonal kəsiyi elə bir ki, bu otağı bax, o tindən başlayırsan, qapının yanındakı tini ortadan hörürsən. Belə kəsirsən ortadan. Divarla kəsirsən, bir dənə xətlə yox. Bir də nətər kəsə bilərsən, bir də belə. Neçə dənə diagonal kəsiyi var? 2 dənə. Oturacağındakı figurun neçə diagonalı varsa, o qədər diagonal kəsiyi olur. Yəni bunu bir belə kəsmək olar, baba, bir belə. Bir belə kəsmək olar. Bir də beləsinə kəsmək olar. Aydındır, 4 bucaqlı prizmalı. Bir də beləsinə. Plus şəklində. Bu otağı da bir belə, bir də belə. Ona görə 2 dənə diagonal kəsiyi var. Ümumiyyətlə, məsələn, bunun diagonal kəsiyi yoxdur. Çünki heç diagonal da yoxdur. Məsələn, bunun diagonal kəsiyi, bunu belə də kəsə bilərsən. O, belə. Görürsən, belə, ortadan. Belə də kəsə bilərsən. Belə. Aydındır, belə də kəsə bilərsən. Üzünün diagonalının sayı qədər. Diagonal kəsiklərinin sayı n vurulsun, n-3 bölünsün 2 düsturu ilə tapılır. Aydındır. Diagonal kəsiklərinin sayı da bu düsturla tapılır. Belə. Bu formada. İndi prizmanın üzləri olduğuna görə, üzləri də müstəvi fiqur olduğu üçün səthinin sahəsi var. Yan səthinin sahəsi var, tam səthinin sahəsi var. Yan səthinin sahəsi deyəndə yanda olan fiqurların sahəsi, yəni yandakı o düzbucaqlıların və yaxud da paralelogramların sahəsi nəzərdə tutulur. Tam səthinin sahəsi deyəndə yan səthinin üstünə oturacaqlar da əlavə edirlər. Başa düşdük? İndi məsələn başlayıram ixtiyari prizmanın yan səthinin sahəsini tapanda oturacağının perimetri P oturacaq vurulsun hündürlüyü ilə tapılır. Düz prizmadan söhbət gedir. Yəni mail prizmadan söhbət getmir. Aydındır? Yan tili onun hündürlüyü olur da həm də. Yəni məsələn bir dənə üçbucaqlı prizma var. Belə bir üçbucaqlı prizma var. Belə bir üçbucaqlı prizmadır. Bunun uşaqlar yan səthinin sahəsini tapanda oturacağının perimetrin bu yan tili bunun həm də hündürlüyü olur. Aydındır? Bu düzbucağın sahəsini tapmasını nə etməliyəm mən? Bu tərəf A-dırsa A-nı vurmalıyam H-a. Aydındır? Üstə A-nı vuracam H-a. AH. Üstə gəlinsin. Bura B-dirsə uşaqlar B-ni H-a vurmalı deyiləm. Bura C-dirsə C-ni H-a vurmalıyam bir də. Hamısından H-ı ortaq vuruq kimi çıxardanda nə qalır? A plus B plus C. A plus B plus C mənə üçbucağın perimetrini vermir. Ona görə də deməli bunun yan səthinin sahəsini tapanda nə edirlər? Oturacağın perimetri nədirsə P oturacaq vurulsun H. Bu şəkildə ixtiyar. Məsələn biz bunu aşağı sinifdə keçəndə deyirdik ki, düzbucaqlı paralelepipedin yaduza gəlir. Yan səthinin sahəsini tapanda zulum çəkirdik biz. Məncə yaduza gəlmir. Çünki hamısı yaduzdan çıxıb. Amma yaduza gəlsə əgər yaxşı olar. Çünki biz belə bir şey eləyirdik orada yaduza gəlirsə. Baxın. Biz nə edirdik? Deyirdik bu A-dır, bu B-dir, bu da H-dır.
Yadınıza gəlir. Ya A-nı vururduq B-yə, vururduq 2-yə. Niyə? Çünki bu bundan burada da var. Düzdür? Sonra bunu vururduq, H-ı vururduq A-ya. H-ı vururduq A-ya, onu da vururduq 2-yə. Düzdür? Ki burada da var ondan. Sonra bizə baxan tərəf, bura H-dır, B-dir. H-ı vururduq B-yə, onu da vururduq 2-yə. Bunu toplayanda bizə tam sətin verirdi. Deyirdik ki, oturacaqları toplamasaq, bu ikisi bizə yan səthi verir. Aydındır? Əslində eyni qayda, eyni prinsipdir. Prosta indi ümumiləşdiririk ki, yan səthin tapmaq üçün oturacağın perimetrin hündürlüyünə vurmaq lazımdır. Bu bir. Tam səthin tapmaq üçün S tam yan səthinin üstünə 2 dənə S oturacaq əlavə eləyəcəksən. İndi yan səthin nə tər tapacaqsan öz üçündür. Oturacağındakı fiqur nədirsə, oturacağın sahəsini onunla tap. Üçbucaqsa üçbucağın sahəsinin tapılması ilə tapacaqsan. Beşbucaqlıdırsa üçbucaqları ayrı tapacaqsan. Ya nə tərsə tapacaqsan. Başa düşdük? Yəni tam səthini tapanda hamısını, bütün üzlərini tapıb toplayacaqsan da bir növ. Yan səthin tapılmasını bilirik. Oturacağındakı fiqurda nədirsə onu tapıb üstünə gələcəksən. Başa düşdük? Aydındır? Bir də var həcmi. Həcmi nədir? Tutumu. Həcmin tapanda oturacağının sahəsinin hündürlüyünə vururuq. Yadınıza gəlir, deyirdik ki, düzbucaqlı paralelepipedin həcmini tapanda V bərabər idi. V bərabər idi. A vurulsun, B vurulsun, H. En uzunluq hündürlük. A-nı B-yə vuranda deyirdik, oturacağın sahəsi eləyir. S oturacaq vurulsun, H da deyirdik. Yadınıza gəlir bu. Eyni şeydir. İxtiyari prizmanın, düz prizmadan söhbət gedir. Yan teli hündürlük olan prizmanın həcmin tapanda oturacağının sahəsini vurmaq lazımdır onun hündürlüyünə. Oturacağındakı fiqur nədirsə zəhmət çəkib sahəsini tapacaqsın. Sahəsini tapanda, məsələn, yan səthin sahəsinin üzərində 2 dənə oturacaq gəlir. Elə bir ki, bu otağın tam səthinin sahəsini tapanda 6 üzünün hamısı gedir. Yan səthini tapacaqsan, oturacağın perimetrin hündürlüyünə vurub. Plus üstünə oturacağındakı fiqur nədirsə, tapıb 2-yə vurub üstünə gələcəksən. Məsələn, oturacağında düzbucaqlıdırsa, düzbucağın tapılma qaydası ilə tapacaqsan. Beşbucaqlıdırsa, üçbucaqları ayrı tapacaqsan. Başa düşdük? Bu oldu nə? Prizma. Prizma haqqında hər şey dedik. Hə. Prizmada, prizma bir növ var ki, ona kub deyirlər. Nədir o? Tillərinin hamısı bir-birinə bərabər olan. Məsələn, dördbucaqlıların içində kvadrat nə idi? Kvadratın bütün tərəfləri, bütün bucaqları bir-birinə bərabər idi. Prizmaların da içində kub var. Kubun bütün tilləri bir-birinə bərabərdir. Üzlərinin hamısı kvadratdır. 6 dənə eyni boyda kvadratdır. Aydındır? Hamısı bu formada, kubda. Bu formada hamısı bir-birinə bərabər çoxalır. Arkadaşım biraz yiyəcəkdim. İndi siz varsınız ki, eyni boydadır. O yük oldu burada. Bu ölçü nə də kiçildirdi ya, yaddan çıxdı. Ha, buradan. Baxın. 6'sı da eyni boyda olur. Yəni bunun bir tili nədirsə, məsələn 5. 12 tilinin 12'si də eyni şeydir. Aydındır? Ona görə bunun məsələn yan səthinin sahəsini tapanda 6 dənə eyni boyda kvadratdır. Ona görə kubun bir üzünün sahəsini tapırlar. S1. 5'in kvadratı. A'dırsa A'nın kvadratı. Kvadratın sahəsi belə tapılmırdı. Yan səthinin sahəsini tapanda yan səthində bu üzdən neçədə nədir? 4 dənə. Ona görə 4 dənə S1. Yan səthi belə tapılır. Bir üzünü tapırlar, 4'ə vururlar. Əgər tam səthini tapsalar 6 dənə eyni boyda kvadrat daxil alt üstdə. Ona görə 6 dənə S1 yazırlar. Yəni 6A kvadratı. Kitabda görəndə belə görəcəksiniz. Bu da 4A kvadratdır. Başa düşdük? Həcmin tapanda en uzunluq hündürlük eyni olduğuna görə olur A kubu. Başa düşdük? Bu formada. Sonra gəlir silindir. Nə? Silindir. Nədir? Nə olan şeydir silindir? Silindir 6 üssü eyni boyda dairədir. Eyni boyda dairədir. O, bu formada 6 üssü eyni boyda dairədir uşaqlar. Fikir verin.
Belə. Olan şey. Altı üstü eyni boyda dairədir. Görürsünüz? Yan səthidə bir müstəvinin əyilməsi nəticəsində yaranır. Bax, mən A4 ilə göstərəcəm sizə burada. Silindir budur. Başqa bir şey deyil. Bu formada belə bir figurdur. 2 dənə eyni boyda dairə, 2 dənə eyni boyda dairə. Yan səthidə bir dənə müstəvinin əyilməsindən yaranıb. Ona görə də silindirin açılışında yan səthinin açılışı bir dənə düzbucaqlı verir bizə. Oturacaqların açılışı da 2 dənə dairə verir bizə. Başa düşdük. Buna açılış verəndə 2 dənə dairə çıxır eyni boyda. Mən ikisini də bura çəkməyəcəm. Yan səthində açanda bir dənə belə bir düzbucaqlı çıxır. Bax, açılan bu düzbucaqlı ki var ha. Bu düzbucaqlının bir tərəfi silindirin elə hündürlüyü olur. Bax, buradan da görə bilərsiniz. Bunu açanda alınan bu düzbucaqlının bir tərəfi silindirin boyudur. Bir tərəfi isə silindirin oturacağındakı dairənin uzunluğudur. Bax, silindirin oturacağındakı dairənin açanda uzunluğu həmin o yaranan düzbucaqlının bir tərəfini verir mənə. Yəni bunun bu tərəfi də dairənin uzunluğu necə tapılırdı? 2 pi r-lə. Ona görə silindirin yan səthinin sahəsini tapanda 2 pi r vurulsun h düsturundan istifadə edilir. En uzunluğa vurulmur. Yan səthi bu şəkildə tapılır. Tam səthini tapanda bu yan səthinin üstünə s tam. Yan səthinin üstünə yenə 2 dənə s oturacaq gəlirlər. Oturacağı da nədir bunun? Dairə. Dairənin sahəsi nətər tapılırdı? Pi r kvadrat. Olacaq. S yan olacaq 2 pi r h. Üstə gəlinsin 2 dənə pi r kvadrat. Kitabda görərsiniz birdən burada pi r 2 pi r kvadrat 2 pi r-i çıxardır. Mötərizənin içində qalır h plus r. Belə bir şey yazır. Buna ehtiyac yox. Yəni yan səthinin üstünə 2 dənə oturacaq əlavə edirsən, tam səthinin sahəsi alınır. Başa düşdük. Silindirin həcmini tapanda yenə də oturacağın sahəsinin vururlar hündürlüyünə. Oturacağı dairə olduğuna görə pi r kvadratı ilə tapılır sahəsi. Hündürlüyü də h-dır. Olur pi r kvadratı h. Olur silindirin həcmi. Başa düşdük. Bir də xüsusi bir dənə silindir var. Bilirsiniz bu çevrənin radiusudur bu. R. Bu da R. Eyni şeydir. Buna da silindirin oxu deyirlər bu ortadan keçənə. Çevrələrin mərkəzini birləşdirən xəttə silindirin oxu deyirlər. Silindirin ox kəsiyi var uşaqlar. Ox kəsiyi nədir? Silindirin oxundan keçən, onu beləncə kəsən düzbucaqlı bu formada. Belə. Buna düzbucaqlı görürsünüz. Buna silindirin ox kəsiyi. Elə bir düz ortadan bölünmüsən. Tort var. Tortu düz ortadan bölünmüsən. Orada düzbucaqlı alınır. Bir də təsəvvür edin. Belə düzbucaqlı alınır. Əgər həmin düzbucaqlı kvadrat olarsa, o silindirə bərabər tərəfli silindir deyirlər. Yəni burada ox kəsiyi kvadrat alınarsa, yəni 2r bərabər də h olarsa, silindirin hündürlüyü oturacağındakı radiusun 2 mislinə və yaxud da oturacağındakı dairənin diametrinə bərabər olarsa, h diametrə bərabər olarsa, o silindirə deyirlər bərabər tərəfli silindir. Başa düşdük. Bu da silindir. Silindirdə tilmil söhbəti yoxdur. Yəni təpə, tilmil falan söhbəti yox. Altı üstü dairədir, yan tərəfi də əyilmiş müstəvidir. Belə deyəcəm bir də piramida. Piramidalar prospiramida ilə heç bir iş görməyəcəksiniz. Yəni onunla bağlı hesablama görməyəcəksiniz. O 10-cu sinifdə əsas işimiz olacaq. Sadəcə olaraq təpələrinin sayı, tillərinin sayı. Piramidalarda oturacağındakı fiqura görə adlanır yenə. Ən azı 3 bucaqlı piramida olur. Məsələn, oturacağında var 3 bucaq, belə bir 3 bucaq. Bu 3 bucağın təpə nöqtələri hamısı gəlib yığışıb deyək ki, bura. O hamısı gəlib yığışıb uşaqlar bura. O belə. Bu da qırıq-qırıqdır. Görüşmür çünki içəridə. Bu fiqur piramidadır. Bu 4 bucaqlı da ola bilər təbii ki. Oturacağı olar belə bir 4 bucaqlı. Təpə nöqtəsi olar yenə burada. Bax belə. Bu belə. Bu belə. Bu da belə. Oldu 4 bucaqlı piramida. Aydındır. Piramida oturacağındakı fiqurun adı ilə adlanır. Məsələn 3 bucaqlısa olur 3 bucaqlı piramida. Yəni en bucaqlı piramida. Təpələrinin sayı
Neçə bucaqlıdırsa 1 artıq olur. Təpə sayı. Niyə? Çünki 4 bucaqlıdırsa bir dənə yuxarıda var. 3 bucaqlıdırsa bir dənə. Çünki hamısı gedib yuxarıda cəmləşir. Başa düşdük? Ona görə n plus 1 ilə tapılır təpələrin sayı. Üz sayı. O da n plus 1 uşaqlar. Neçə bucaqlıdırsa o qədər yan üz olur. Aydındır? Bir dənə də oturacaq. Ona görə n plus 1 dənə üz olur. Özdə məsələn prizmada nə idi? Yan üzlər hamısı 4 bucaqlı idi. Ya paralelogram ya da düz bucaqlı. Bunda hamısı 3 bucaqlı, yan üzlər. Oturacaq amma 3 bucaqlı da ola bilər, 4 bucaqlı da ola bilər. Fiqurdan asılıdır. Sonra tillərinin sayı. 2n uşaqlar. Nədir? 2n. Başa düşdük. Tillərinin sayı 2n'dir. Bunun özünün diagonalı yoxdur, amma diagonal kəsiyi var. Nətər diagonal kəsiyi? Oturacağının diagonalından və təpə nöqtəsindən keçən kəsiyə bunun diagonal kəsiyi deyirlər. Diagonal kəsiyinin sayı olur n vurulsun n minus 3 bölünsün 2. Düstur ilə tapılır. Oturacağını. Məsələn 3 bucaqlıda heç diagonal kəsiyi də yoxdur. Başa düşdük. Belə piramida ilə bağlı hələ ki bunu bir söz bəs. Yəni tillərinin, üzlərinin, təpələrinin sayı. Bunun yan səthidir, tam səthidir. Bunlar hələ sonranın işidir. Yəni hal-hazırda düşməyəcək sizə. 10-cu sinifdə ona bir də qayıdacaq ətraflı şəkildə. Başa düşdük. Belə. Və bu da sizin hesab fiqurları. Xeyirli olsun.